İşdəydim, zəng elədilər mənə. Bəs Məmməd düşüb dənizə, çıxmayıb. Mən də elə işdən qaçıb gəlmişəm. Gəlim çıxdım, gördüm, çıxardıblar ucu. Ad gününə gəlmişdi, qardaşım uşağının ad gününə gəlmişdi. Məclisdə iştirak edib, necə lazımdır. Belə də ki, həvəskar balıqçıdır. Gəlib özü üçün balıq tutmağa. Bataqlıq olub, istəyirsən dəniz gedib arxaya, yerdə qasnaqdır, palçıqdır. Ona görə ayağı ilişib, yıxılıb, kəmbuzun əynində olub. Hadisə belə olub. Çöldəkilər görüb ki, bir dəfəlik nəsə bu görünmədi. Ondan sonra biraz keçib, bir 15-20 yan sonra çıxıb suyun üzünə, çəkib çıxardıblar çölə. Bəli, bəli. Özü çox gözəl insan olub, güləriz olub, mehriban olub, hamısı ilə. Bütün bizim xeyir işlərimizin də həmişə necə lazımdır, canla başdan iştirak edib, sağ olsun. Allah rəhmət eləsin, Allah ruhunu şad eləsin. Lənkəranda balıq tutmaq istəyən 59 yaşlı kişi dənizdə boğulub. Bədbəxt hadisə Aşağı Nüvədi kəndi ərazisində baş verib. Belə ki, 59 yaşlı Məmməd Quliyev balıq tutmaq məqsədi ilə Xəzər dənizinin Lənkəran sahilinə gedib. Balıqçı gödəkçəsi geyinib dənizə çıxıb. Xəzər dənizinin geri çəkilməsi nəticəsində həmin istiqamətdə lil və palçıq yaranıb. Yaxınlarının deməsinə görə, əslində həmin ərazilərə bələd olan Məmməd dənizdə lil və palçığın yaranmasından xəbərsiz olub. Məmməd həmin lil palçıl qatına düşüb və dənizdə boğularaq ölüb. Qeyd edək ki, Məmməd Quliyev Bakı şəhərində yaşayır. O, yaxınlarının ad günündə iştirak etmək üçün ailəsi ilə rayona gedib. O, ailəsini Bakı şəhərinə yola salandan sonra özü balıq tutmaq məqsədi ilə dənizə gedib. Meyit aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.